Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının 92-ci baş sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi təşkilatın Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. Bu, ölkəmizdə heyvan sağlamlığı sahəsində görülən strateji istiqamətli baytarlıq tədbirlərinin nəticəsi olaraq qiymətləndirilir. Bu onun nəticəsidir ki, xüsusən ölkənin baytarlıq sisteminin qiymətləndirilməsi, xüsusi təhlükəli xəstəliklərdən azad statusların alınması, qeyd edeyim ki, son 2 ildə biz həm xırdabuynuzlu heyvanların taun xəstəliyindən, həm də yüksək patogen quş qripindən ölkəmizin azad olması Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən təsdiqlənib və eyni zamanda təşkilatın Avropa Komissiyasının üzvü olan 53 ölkəsində malik olduğumuz nüfuz bu seçimin baş tutmasına şərait yaratmışdır. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələrlə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir. Bundan sonra biz daha çox Avropa regionuna daxil olan ölkələrlə koordinasiyalı şəkildə işlər görəcəyik. Bir sıra Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının bir sıra tədbirləri bizim tərəfimizdən koordinasiya olunacaq. Xüsusən daha çox heyvan rifahı məsələləri, regionda xüsusi təhlükəli xəstəliklərlə əlaqədar mübarizə tədbirlərinin aparılması, laboratoriya sisteminin təkmilləşdirilməsi, mütəxəssis hazırlığının aparılması və sair məsələlər ardıcıl olaraq bizim koordinasiyamızdan həyata keçirilməlidir. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər Agentliyin Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq.